İran təkcə yaxın şərq üçün deyil, eyni zamanda qlobal sülh və azad ticarət üçün təhdiddir. Bir xəbərimiz olacaq. Gündəm xəbərin efirində 16 noyabr tarixidir. Belə ki, İsrailin Xarici İşlər Naziri bu sözləri səsləndirir. Belə ki, o qeyd eləyib ki, İran təkcə yaxın şərq üçün deyil, həm də qlobal sülh və azad ticarət üçün də təhdiddir. Sepah tərəfindən Marşal Adaları bayrağı altında üzən beynəlxalq neft tankerinin qaçırılmasının rəsmi təsdiqindən sonra İslam Respublikasına qarşı qlobal reaksiyalar da güclənib. Qeyd eləyək ki, İranın Xarici İşlər Naziri Gideon Saar məhz özünün X sosial şəbəkəsindəki hesabında paylaşımında bu hərəkəti dövlət dəniz quldurluğunun aydın əlaməti kimi xarakterizə eləyib. Qeyd eləyək ki, İranın Xarici İşlər Naziri həmçinin vurğulayıb ki, İslam Respublikası Yəməndəki Musullar kimi dəniz yollarının təhlükəsizliyini təhdid etməklə qlobal ticarət qaydalarını da təhlükəyə atmış olur.